Salam, hörmətli tamaşaçılar. Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfəri başa çatsa da, iki ölkənin regional əməkdaşlığının bundan sonra hansı istiqamətə inkişaf edəcəyi ətrafında diskussiyalar davam edir. Xüsusən Suriya məsələsinə iki ölkənin münasibəti maraq doğurur. Bu mövzu ətrafında bir müzakirə aparacaq. Təbii ki, studiyamızın qonaqlarının iştirakı ilə onları sizə təqdim edirəm. Millət vəkili Aydın Mirzəzadə və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov. Xoş gördük. İlk olaraq Putinin Türkiyə səfəri nəyə hesablanmışdı və məqsədə çatıldı mı belə? Əslində bunu ancaq bir səfər kimi baxmaq düzgün deyil. Türkiyə və Rusiya arasında böyük bir tarixi qarşıdurmadan sonra yaxınlaşma prosesi gedir. Tarixən Rusiya və Osmanlı İmperiyası bir-biri ilə nüfuz və ərazi uğrunda müharibə aparıblar. Ağır, dəhşətli və Avropada gedən proseslər ciddi təsir edən. Məhz Rusiya, Osmanlı İmperiyasının zəifləməsi, Rusiya İmperiyasının güclü olduğu bir dövrdə Osmanlı'nın Avropadakı bir çox dayaqları, konkret olaraq Balkanlar və Bolqaristan onun əlindən alınıb. Sonraki proseslərdə də, hətta Sovet hakimiyyəti dövründə də Türkiyə və Rusiya arasında diplomatik bir-birinə sadəcə münasibət qurmaq dövrü var idi. Rusiya ilə Türkiyə arasında ciddi bir yaxınlaşma gedir. Bu yaxınlaşma əgər kökündə iqtisadi maraqlar və iqtisadi münasibətlər durursa, əslində isə faktiki olaraq dünya siyasi şahmat taxtasında fiqurların yeni bir konfigurasiyası qurulur. Və Avropa bugün Rusiya-Türkiyə qarşı durmasına, Rusiya-Türkiyə yaxınlaşmasını seyr etməli və bu faktorlar razılaşmalıdır. Və deyərdim ki, dünyada yeni bir siyasi güc mərkəzi yaranır. Baxmayaraq ki, bir sıra məsələlərdə bu dövlətlər arasında ciddi fikir ayrılığı var. Məsələn, Suriya məsələsində bunlar arasında tamam ki, fərqli mövqelər var və bu görüşdə Suriya məsələsində sadəcə olaraq fikir mübadiləsi edildi. Hər hansı bir razılığa gəlinmir. Ancaq mən deyərdim, Putinin Türkiyə yeni səfəri bu münasibətlərin daha da dərinləşməsi və möhkəmləməsi gedir. Məsələn, bir rəqəmi deyim ki, bu səfər zamanı 11 saziş imzalandı. Və bu sazişlər həm iqtisadi, siyasi, diplomatik sahələrə əhatə edir ki, və iki dövlət artıq iki dövlət münasibətlərindən dünya siyasətində ciddi təsir edən bir faktora çevirməyə başlayırlar. Fərhad müəllim, sizin düşüncələriniz və ümumiyyətlə Rusiya Türkiyəyə nə dərəcədə strateji tərəfdaş kimi baxır və bu tərəfdaşlığı şərtləndirən amilləri nələr görürsünüz? Ümumiyyətlə, bugün iki ölkə arasında münasibətlərdən danışanda ağ-qara kontekstindən qaçmaq lazımdır. Bu, daha çox soyuq müharibə dövrünə aid olan bir məsələ olubdur. Bugün Türkiyə-Rusiya münasibətləri bir neçə kontekstdə baxılmalıdır. Çünki hər iki ölkənin geosiyasi maraqları bir neçə regionda mövcuddur. Haradasa onlar üst-üstə düşür, haradasa fərqlidir. Digər tərəfdən iqtisadi münasibətlər var ki, onlar qarşılıqlı asıllıq vəziyyətini yaradır və bu qarşıdurmanın kəskin səviyyəyə çatmasına imkan vermir. Yəni, hər dəfə Rusiya-Türkiyə münasibətləri hər hansısa bir regionda toqquşanda, ziddiyyətlər yarananda ilk növbədə 30-35 milyardlıq illik bir ticari dövrüyə yada düşür və bunun itirilməsi və yaxud onun azalması təhlükəsi bütün bu siyasi və geosiyasi ziddiyyətlərin qarşısını alır. Digər tərəfdən strateji layihələr var ki, orada Rusiya ilə Türkiyə qarşılıqlı anlaşma şəraitindədir. Bu ilk növbədə qaz sazişidir. Çünki inkişafda və artımda olan Türkiyə iqtisadiyyatı əlbəttə ki, qaza ehtiyacı var və bu yaxınlarda da, bugün də Türkiyənin enerji naziri bu haqda məlumat verdi ki, biz Rusiyadan daha çox qaz alacağıq və Putin buna müsbət baxdı. Digər tərəfdən turizm məsələsi var, enerji baxımından atom elektrik stansiyasının tikintisi var Türkiyə ərazisində, o da Rusiya tərəfindən həyata keçiriləcək. Yəni, bir neçə təməl layihələr var ki, onlar Rusiya ilə Türkiyə münasibətlərini ağ-qara səviyyəsindən daha çox rəngli səviyyəsinə gətirir. O ki, qaldı son dövrlərdə olan o Suriya məsələsinə və tamamilə fərqli bir baxışlara, mənə elə gəlir ki, patriotların, yəni bu havadan qorunma silahların Türkiyə yerləşdirilməsinin Rusiyanın da razılığı
mövcud oldu. Çünki məhz bu danışıqlardan sonra və Lavrovun NATO səfəri, Brüsselə səfərindən sonra bu anlaşmadan sonra əlbəttə ki, patriotların Türkiyə ərazisinə yerləşdirilməsi məsələsi kifayət qədər sakit, o qədər də böhran yaratmayan bir şəraitdə baş verdi. Yəni, biz onu fakt kimi qəbul edə bilərik ki, Türkiyə ilə Rusiya münasibətdə keyfiyyətcə yeni mərhələyə daxil olubdur. Burada qarşılıqlı eşitmə prosesi vardı. Hər hansısa bir qərar qəbul olunanda da qarşı tərəfin maraqlarının ödənilməsi şəraitində bu proses baş verir. Siz dediniz 11 müqavilənin imzalanması və bugün hər iki ölkə arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir və Fərhad müəllim də toxundu ki, bu ticarət dövrəsi iki ölkə arasında 35 milyard dollardır. Və hətta tərəflər bu rəqəmi 100-150 milyard dollara çatdıracaqlarını deyirlər. Rusiya bazarı Türkiyə üçün nə qədər əhəmiyyətlidir və ya tərsinə? Mən deyərdim ki, münasibətlər ilk növbədə ondan yarandı ki, hər iki tərəf başa düşdü ki, qarşı durma dövlətlərin həm siyasi, həm də iqtisadi maraqlarına zərbə vurur. Eyni zamanda Avropanın müəyyən dairələri tərəfindən hər iki ölkənin yumşaq formada Avropa məkanına buraxmaması bu iki nəhəng dövləti bir-biri ilə münasibətlər qurmağa zövq etdi. Mən deyərdim ki, iki dövlət bir-birində qarşılıqlı surətdə bazarlar tapa bildilər. Bu Rusiya üçün, tutaq ki, turizmdir. Bu Rusiya üçün həmin dövrdə böhran keçirən Rusiya iqtisadiyyatı üçün yüngül sənaye məhsullarının Rusiya bazarında satılmasıdır və s. və s. Eyni zamanda Türkiyədə Rusiyada özünün kifayət qədər maraqlarını tapa bildi. Və bu maraqlar həm iqtisadi sahələrə, həm tikinti sektoruna hətt etdi. Bu hərbi texniki əməkdaşlıq məsələləridir. Ən əsası bir sıra məsələlər oldu ki, dövlətlər burada ümumi maraqların olduğunu özləri üçün aydınlaşdırdılar. Əgər 2008-ci il səfərində bu birinci körpünün sadəcə qurulması və bir-birini öyrənməkdirsə, artıq hesab edirəm ki, bu mərhələ arxada qalır və 35 milyard dollar bugün az qala trilyona çatan büdcələri olan ölkələr üçün çox az, balaca bir rəqəmdir. Və 150 milyard dollar bu real görünən bir məqsəd kimi qiymətləndirilə bilər. Belədə isə maraqlı cəhətlərdə biri ondan ibarətdir ki, Rusiya və Türkiyə dünyanın ilk növbədə qərb dünyasının bunların münasibətlərini yaxşılaşmasına nə cür reaksiya olduğuna əhəmiyyət vermədən bu münasibətlərə getdilər. Və bu münasibətlərdə çox asanlıqla qısa zamanda əməkdaşlıq formasını qura bildilər. Artıq dövlətlər bir sıra məsələlərdə, hətta bir-biri ilə siyasi məsləhətləşmələri də çox geniş şəkildə tətbiq edirlər. Və bugün dünya bu ittifaqı artıq qəbul etməlidir, bu reallıqla hesablaşmalıdır və əlbəttə ki, iki böyük dövlətin bir sıra sahələrdə əməkdaşlıq etməsi artıq dünyada gedən proseslərə tamam başqa bir səmtdən həll edilməsinə gətirib çıxardır. Fərhad müəllim, rəsmi Türkiyə Amerika Birləşmiş Ştatlarının sanksiyalarına baxmayaraq İrandan qaz almaqda davam edir və Rusiya da hesab edir ki, artıq Türkiyə Avropa üçün enerji şəbəkəsinə çevrilir. Belə ki, Moskva mavi yaxın kəmərini genişləndirmək üçün cəlbedici təkliflərlə çıxış edir. NATO üzvü olan Türkiyənin Rusiya və İranla bu cür əməkdaşlığı Qərbi narahat edirmi və yaxud Qərbin, Avropanın təpkisi necə olacaq? İndi bu enerji məsələsinə və İranın sanksiyalar məsələsinə gəldikdə hər bir dövlət öz milli maraqlarından irəli gəlir. İrandan ən çox neft alan ölkə Hindistandır. Daha sonra Malayziya gəlir. Yəni, onlar hamısı Amerika Birləşmiş Ştatları ilə kifayət qədər normal və hətta deyərdim, müttəfiq şəraitində olan dövlətlərdir. Və Türkiyədə əlbəttə ki, bu qazın alınmasında və digər sahələrdə İranla inkişafında öz milli maraqlarından irəli gələn fəaliyyətdədir. Maraqlı məqam odur ki, Rusiya ilə Türkiyə arasında olan məsələlər və hətta ziddiyyətdə olan məsələlər onlar danışıqlar yolu ilə həll etməsələr də, amma biri-biri ilə diskusiyanı apara bilirlər. Bu çox vacib olan bir məsələdir müasir dünyada. Həm liderlər qarşılıqlı olaraq
bir-birini eşidir, duyur. Misal ki, Kosovo məsələsini deyək, görsə də. Rusiya ona qarşı çıxdı, amma Türkiyə onun tərəfindədir. Bəli. Və yaxud Suriya məsələsində yenə ziddiyyət var. Yəni, nə qədər ziddiyyət varsa, amma tərəflər öz mövqelərində qalaraq bu işi çox ciddi şəkildə dəstəkləyirlər. O ki, qaldı enerji məsələsinə. Bugün Türkiyə Enerji Naziri bir mənalı olaraq bildirdi ki, Türkiyə Cənub Axın layihəsində iştirak etməyəcək və daha çox TANAP və Nabucco Qərb layihəsini dəstəkləyir. Bu bir mənalı olaraq Rusiyanın maraqlarına zidd olan bir bəyanatdır və addımdır və Türkiyənin milli maraqlarına uyğun olan və onun öz vizyonu olan, belə deyək, Türkiyəni bir enerji haba paylaşdırıcısına çevrilmək istiqamətində atılan bir addımdır. Və əgər Türkiyə bugün bunu edirsə və eyni zamanda Rusiya ilə iqtisadi münasibətlərini artırırsa, yəni bütün bax bu ziddiyyətlərdə əlbəttə ki, biz inkişafı görə bilərik və digər tərəfdən öz maraqlarımızı da bu kontekstdə ölçməliyik. Çünki bizim də strateji layihələrimiz, strateji inkişaf istiqamətlərimiz məhz bu regionda baş verən proseslərdən asılıdır və çox xoşdur ki, bütün bu proseslərdə Azərbaycanın marağı həm marağı ödənilir, həm də marağı nəzərə alınır. Bu Azərbaycanla bağlı məsələlərə toxunacağıq, amma Rus politoloqları Türkiyənin getdikcə regionun ən güclü dövlətinə çevrildiyini və Moskvanın da maraqlarına uyğun gəldiyini bildirir. Necə düşünürsünüz? Hətta müttəfiqlərin narahatlıq keçirdiyi bu güclənmə Rusiyanı qane edirmi? Siz ikinci hissləri vurğuladınız ki, bildirirlər ki, Rusiyanın maraqlarına xidmət edən dövlətə çevrilir. Mən elə gəlir ki, bu onların arzusudur. Bu, reallıqdan daha çox Rusiyanın bir sıra ciddi siyasi idarələrinin arzuladığı bir variantdır ki, Türkiyə onların maraqlarına xidmət etsin. Bu səfərdə də bir işarə axtarmaq olar mı buna? Mən elə gəlir ki, əlbəttə ki, bunu istəyərdilər və daha çox, baxmayaraq ki, bir sıra məsələlərdə ciddi qarşıdurma var. Bununla belə Rusiya əvvəlki dövrlərdə olduğu kimi qarşıdurma momentlərini deyil, əməkdaşlıq formalarına daha çox üstünlük verdiyi görünür. Və Rusiya Türkiyənin timsalında birincisi özünə yaxın bir müttəfiq formalaşdırmağa çalışır. İkincisi isə maraqlarının Türkiyə tərəfindən daha çox dəstəklənməsinə ümid edir. Bu daha çox arzudur. Ancaq hesab edirəm ki, Rusiyanın strategikləri onu bilməlidirlər ki, nə qədər əməkdaşlıq olsa da Türkiyənin özünün maraqları var. Bu bir nüfuz dövlətidir, bu böyük bir tarixi olan dövlətdir və bugün ilk növbədə o maraqlar üzərində qurmağa başlayır. İranla neft-qaz alışı məsələsində Türkiyənin mövqeyinə gəldikdə isə mən hesab edirəm ki, baxmayaraq ki, Türkiyə qərbin bir hissəsidir, o ilk növbədə İranla problemin başqa bir formada həllini təklif edir və bu da təklifdən biridir. Çünki vaxtı ilə qərb dünyası İraqa, Liviyaya qarşı sanksiyalar tətbiq etdi. Amma həmin sanksiyalar hakimiyyətin zorla devrilməsinə və ondan sonra uzun müddətli bir qeyri-stabillik dövrünə gətirib çıxartdı. Deməli, hansısa bir alternativ variant axtarmağa dəyər. Və bəzən belə fikirlər səslənir ki, Türkiyə nə qədər çox Amerika Birləşmiş Ştatları və Avropa ilə qarşı durmaya gedərsə, bu onun üçün pisdir. Mən hesab edirəm ki, heç vaxt Qərb Türkiyəni itirmək istəməz. Türkiyə asanlıqla itirilə bilən və Türkiyəsiz keçinilə bilən bir dövlət deyil. Mən yada salım ki, baxmayaraq ki, yarandığı dövrdən Türkiyə Avropa Birliyinə qəbul oluna bilmir və onun qarşısına müəyyən sədlər çəkirlər. Yada salım ki, 1978-ci ildə Avropa Birliyi tərəfindən o dövr baş naziri Bülent Ecevitə Avropa Birliyinə üzvlük barəsində rəsmi təklif göndərilmişdi. Bunun əvəzində isə Türkiyədən Şimali Kiprdən qoşunların çıxarılması təklif edilmişdi. Amma Türkiyə özünün maraqlarını baxmayaraq ki, digər bir əlverişli statusdan, Avropa Birliyi statusundan üstün tutdu. Çünki Şimali Kiprdən qoşunların çıxarılması, orada Türkiyə əhalisinin qırılmasına, ümumilikdə isə Türkiyənin beynəlxalq aləmdə nüfuzun aşağı düşməsinə səbəb ola bilərdi. Suriya məsələsinə çıxışınızın əvvəlində hər ikiniz toxundunuz. Ümumiyyətlə, Suriya məsələsində Kremli Türkiyə ilə bağlı hansı məsələ narahat edir və Türkiyə Suriyaya daxil olarsa, Rusiyanın itkiləri nə olacaq? Rusiya Suriyanı prinsipial bir məsələ kimi baxır. Yəni, burada həm BMT-nin Təhlükəsizlik Şurasında olan Rusiyanın mövqeyi və daha sonra Bəşər Əsəd
hakimiyyətinin, burada bir fərqləndirmək lazımdır. Suriyanın dəstəklənməsi və Bəşar Əsadın dəstəklənməsi. Bu tamamilə fərqli bir məsələlərdir. Yəni bu məsələlərin kontekstində əlbəttə ki, Rusiya bu Suriya məsələsində prinsipial məsələ kimi baxır. Hətta onu son qala adlandıran politoloqlar da var ki, yaxın şərqdə Rusiyanın son qalası və s. Türkiyə kifayət qədər ziddiyyətli bir şəraitdə qoşulub bu Suriya prosesinə. Çünki ilk əvvəl Türkiyə Suriyanın demokratikləşməsi prosesinin tərəfdarı idi. Oradakı gedən proseslər, sərhədin açılması, Suriya cəmiyyətinin Türkiyə ilə daha yaxından tanış olması, belə deyək, bütün yumşaq güc vasitələrinin Suriya istiqamətində istifadə edilməsi, nəqliyyat dəhlizi, iqtisadi axın, Suriya turistləri kifayət qədər çox idi Türkiyədə, aynən türklər Suriyaya gedirdi. Yəni bütün bu proseslər ona göstərirdi ki, nüfuz dairəsi sistemində saxlamaq istəyirdi Suriyanı, amma bu proseslərin kəskinləşməsi Türkiyəni belə deyək də seçim etmək məcburiyyəti qarşısında qoydu ki, və Türkiyə bugünə qədər o seçim edə bilmir. Rəsmi olaraq hər hansısa bir siyasi qüvvələr Suriyada dəstəklənmir. Qeyri-rəsmi ola bilər ki, dəstəklənir və Fransa da artıq tanıyıbdır Suriya müxalifətini bir Suriya xalqının nümayəndələri kimi. Amma Türkiyənin kifayət qədər ziddiyyətli bir mövqeyi var. Çünki bir tərəfdən qoşulmamaq, o bir tərəfdən böyük kütləni öz ərazisində qaçqın kimi saxlamaq və bu prosesdə birmənalı olaraq Bəşar Əsad getməlidir bəyanatını vermək. Düşünürəm ki, Rusiya ilə də bu Suriya istiqamətində gedən danışıqlar ilk növbədə artıq yeni müstəviyə qədəm qoyub, Suriyanın parçalanmamaq təhlükəsi. Yəni, Bəşar Əsad hakimiyyətin gedib-getməməsi bir tərəfə, amma artıq Suriyada etnik baxımından bölgələrin İraq ssenariyasının parçalanmamasının qarşısını almaqdır. Yəni, dünən əgər böyük bir təhlükə Bəşar Əsad idisə, bugün ikinci təhlükə, daha böyük təhlükə Suriyanın parçalanması və etnik zəminində yaradılan dövlətlər, vilayətlərdir. Yəni, bunun qarşısını necə alacaq Türkiyə? Bu da çox maraqlı bir məsələdir və mənə elə gəlir ki, iki pisdən seçəndə daha çox təhlükə törədən pisi aradan qaldırılması istiqamətində Türkiyə iş görəcəkdir və əlbəttə ki, bu danışılan kontekstdə dəyişir. Və burada artıq Rusiyanın dəstəyi və Rusiyanın mövqeyi də Türkiyə üçün kifayət qədər maraqlı və lazımlı ola bilər. Aydın müəllim, Türkiyəni müdaxilədən çəkindirmək üçün Rusiya BMT-də Fələstin müstəqilliyinə səs verdi. Bayaq söylədik, mavi axın kəmərinin genişləndirilməsi məsələsi, hətta Türkiyədə atom elektrik stansiyasının tikintisinə kömək edəcəyini açıqladı. Bu, Rusiyanın Türkiyəyə ehtiyacından irəli gəlir, yoxsa doğrudan mı ortada Suriya məsələsində Rusiyanın narahatlığı var? Mən deyərəm ki, bunların hamısı var. Bu faktorların hamısı dediyiniz məsələlər də var. Fələstinin BMT-yə statusla qəbul edilmə məsələsinə gəldikdə, artıq Fələstin müstəqilliyə həddən artıq yaxınlaşıb, onun qarşısını almaq mümkün deyil. Bu baxımdan Rusiya mənə elə gəlir ki, düzgün seçim etdi. Digər məsələlərə gəldikdə isə, bugün baxmayaraq ki, Türkiyə qoşunlarının Suriya ərazisinə daxil olması məsələsi ciddi sürətlə müzakirə edilir, bunun olacağı inandırıcı deyil. Birincisi, bu Suriyada hakimiyyətin dəyişilməsi məsələsinin Suriya-Türkiyə müharibəsinə çevrilmə variantını ortaya qoya bilər. Bu isə nə Türkiyəyə, nə də ki, Qərb dünyasına lazım deyil. İkincisi, digər ərəb ölkələrinə fərqli olaraq Bəşar Əsəd rejimi özünün hələ yaşamaq resurslarının kifayət qədər güclü olduğunu göstərdi. Hələ məlum deyil senari nə ilə bitəcək. Məsələn, tutaq ki, İraq və Liviya senarilədən başqa Yəmən senarisi oldu, hansı ki, keçmiş prezidentə toxunulmazlıq statusu verdilər, onun tərəfdarları hakimiyyət təmsil olunub. Yəni, kompromis bir variantla problem həll edildi. Və Suriyada da bugün gedən proseslərin tamamilə gözlənilməz bir Suriya variantı ilə bitəcəyini də hər halda təxmin etmək olar. Rusiya əlbəttə burada öz maraqları var. Düzdür, bir tərəfdən Rusiya ənənəvi müttəfiq olduğu dövlətlərin
dövlətləri ilə deyil, rejimləri ilə dostluğunu nədənsə önə çəkir. Mən deyərdim ki, Avropa ölkələrinin xarici siyasətində bu yoxdur. Amma Rusiyada məhz rejimlə əməkdaşlıq daha önə çəkilir. Amma o demək deyil ki, orada rejim dəyişdikdən sonra Rusiya həmin bölgədən və konkret olaraq həmin ölkədən çıxacaq. Baxın, İraqda məsələn Rusiyadan silah alınması ilə bağlı böyük danışıqlar getdi. Amma biz Türkiyə ilə Rusiya münasibətlərindən danışırıq. Maraqlara görə, öz mövqeyindən Türkiyə münasibətlərinə görə geri çəkilə bilərmi Rusiya? Mən hesab edirəm ki, burada heç bir ölkə, nə Rusiya, nə Türkiyə həmin öz maraqlarına geri çəkilməyəcək. Sadəcə tərəflər bir-birinin marağını daha dərindən tanıya bildilər və bundan müvəffəq olaraq sonraki addımlarını atacaqlar. Fərhad müəllim, Rusiya, İraq və Liviya məsələsində, hansı ki bu məsələyə biz toxunduq, faktiki olaraq uduzdur. Ekspertlər bunu ikili oyun siyasəti ilə əlaqələndirdilər, digər səbəblər də göstərdilər. Ümumiyyətlə, necə düşünürsünüz? Suriya məsələsində BMT Təhlükəsizlik Şurasında qətnamə əleyhinə səs verməkdən başqa hansı addımlar ata bilər Rusiya? Birinci məsələ odur ki, İraqda kim uddu, kim uduzdu ələm bəlli deyil. Çünki Rusiya İraqda böyük neft sazişlərinə daxil olubdur və kifayət qədər uğurla öz neft şirkətlərini orada təmsil etdirir. Digər tərəfdən İraqın İranla yaxınlaşması və daha strateji baxımdan Rusiyaya kifayət qədər müsbət tərəfdaş kimi baxması da heç kəsə sir deyil. Digər tərəfdən Rusiyanın, belə deyək də, qlobal rəqibi olan Amerika Birləşmiş Ştatlarının İraqda kifayət qədər böyük maliyyə etkilərə yol verməsi və İslam dünyasında mənfi imicinin formalaşması da Rusiyanın bir alternativ olaraq müsbət dəyərləndirilməsindən gətirib çıxardı. Yəni, bütün bu kontekstlərə əlbəttə baxmalı. Bəli, Liviyada uduzdur. Liviyada həm böyük maliyyə itkisi baş verdi, təxminən 6-7 milyard dollarlıq sərmayə itkisi baş verdi. Müqavilələr tamamilə məhv oldu və ona heç kəs onun qaytarılmasına və təzminatın verilməsinə heç kəs söz vermir. Amma Rusiya əlbəttə ki, rejissori deyil. Gücü kifayət qədər sinirləri var. Yəni, bunun hamısının bir sərhədi var. Və ona görə hara gücü çatmırsa, orada vəziyyətin müvəqqəti olaraq pis olmasını bəlkə tərəfdarıdır. Yəni, əgər Rusiyanın marağı ödənilmirsə, onda məsələ ümumiyyətlə həll olunmasa yaxşıdır. Suriya məsələsi isə, yenə də deyirəm, bu bir geosiyasi sərhəd kimi düşünülməlidir. Yəni, Suriyanın tam olaraq Liviya ssenarisindən gedib qərbə daha yaxın olması, Amerika Birləşmiş Ştatlarına daha yaxın olması, bu yaxın şərq bölgəsində tamamilə bütün prosesləri dəyişir. Yəni, konteksti dəyişir. İranın sərhədində yeni bir, tamamilə fərqli bir ölkə formalaşır. Ona görə Rusiyanın Suriya ilə bağlı olan məsələsi, yenə deyirəm, prinsipial məsələdir. Yəni, burada hətta elə geosiyasi maraqlar var ki, yəni, hamı başa düşür ki, əvvəl-axırı Bəşər Əsəd öz hakimiyyəti niyə gedəcək, ya da ki, hakimiyyəti paylaşmağa məcbur olacaq və tədricən bu hakimiyyəti təhvil verəcəkdir. Yəni, onsuz da bu hakimiyyətdən gedəcəkdir. Amma bu məsələnin belə prinsipial qalması, vətəndaş müharibəsinin kəskin şəkildə getdiyi bir halda xarici müdaxilənin qarşısını almaq və demək olar ki, şərait yaratmaq ki, insanlar orada qırılsın, ölkə tamamilə məhv olsun. Amma Rusiyanın, belə deyək, ssenarisinin olmaması bu bölgədə ona gətirib çıxarır ki, hazırki vəziyyətin qalması daha yaxşıdır. Yəni, kontekst dəyişdikcə... Amma Türkiyənin öz senarisidir, yoxsa Qərbin, Avropanın senarisidir? Bilirsiniz, mən belə deyək də, bu ssenariyalara o qədər də inanan deyiləm. Ölkələr, əlbəttə ki, hər bir ölkə özünün strateji planı var, harada nə etmək lazımdır. Amma vəziyyət dəyişdikcə hər bir ölkənin strategiyaları buna uyğunlaşmalıdır. Əgər strategiyalar uyğunlaşmırsa, deməli, resurs azlığı var. Rusiyada bu var. Rusiyada əgər hər hansısa bir münaqişə həll edilmirsə, onu həll etmir. Onu hazırki vəziyyətdə saxlayır. Və mənə elə gəlir ki, Rusiya biraz da gözləyəcək. Yəni, vəziyyət daha da kəskinləşəndən sonra, daha da mürəkkəbləşəndən sonra o daha böyük çıxarları götürə bilər. Yəni, hətta Bəşər Əsədin hakimiyyətə qala-qala ölkəni federalizmə doğru aparıb yeni münaqişə ocaqlarının yaradılması ilə bu bölgədə öz nəzarətini və öz gücünü saxlaya bilər. Ümumiyyətlə, bu Suriyaya müdaxilə ilə bağlı ən tərəfdar olan ölkə İsraildir.
və müdaxilə imkanı olan ölkə isə Türkiyədir. Türkiyə və İsrailin münasibətləri gərgindir. Bu amil Türkiyənin müdaxilə qərarını arxa plana keçirə bilərmi? Yox, iş burasındadır ki, birincisi Türkiyənin Suriya ərazisinə daxil olması və birbaşa prosesə müdaxilə edilməsi inandırıcı deyil. Yəni, bu ötən dövrdə də bu hadisələr bunu göstərdi. Siyasi dəstəyə baxmayaraq, diplomatik qarşı durmaya baxmayaraq, Türkiyə hər hansı bir formada Suriya daxili məsələlərdə bir tərəf kimi çıxış etmək fikrində deyil. Mən hesab edirəm ki, onun bu cür mövqeyi Türkiyənin bir dövlət kimi bölgədə nüfuzunun artmasına və doğrudan da etimad doğuracaq bir arbitr rolunu oynayacağına inamı gücləndirdi. İsrailin bu məsələyə müdaxilə məsələsində isə hesab edirəm ki, İsrailin Suriya ilə müharibə vəziyyətində olması faktordur təsirini göstərir. Çünki Suriyada hakimiyyətdə kimin qalmasından, kimin gəlməsindən asılı olmayaraq, o mütləq sonradan İsraillə Holland təpələr və digər işğal olunmuş torpaqlar barəsində müəyyən razılığa gəlməlidir. Və Suriya, İsrail indidən... Hakimiyyətinə də müraciət elədi, aviya zərbə ilə bağlı. Mənə elə gəlir ki, sadəcə olaraq İsrail indidən gələcək Suriya hakimiyyətinə bir mesaj yollamış olur. Bu problemin mövcudluğunu və İsraillə münasibətlərin istənilən formada həllinin o yeni hakimiyyətin qarşısında durduğunu bildirməyə çalışır. Bəlkə də müəyyən qüvvələr İsrail ilə Türkiyə arasında mövcud olan bu soyuqluğun aradan qaldırılması üçün bir real olması da bir əməkdaşlıq formasını ortaya qoyurlar. Söylədim mən İordaniya hökumətinə müraciət, xanım Clintonun bununla bağlı açıqlaması. Ümumiyyətlə siz Suriyanın gələcəyini necə görürsünüz? Kifayət qədər mürəkkəb sualdır. Çünki Suriyada Əsəd ailəsinin 45 ildən çoxdur hakimiyyətdə. Bəli. 40 ildən çoxdur hakimiyyətdə olması. 70-ci ildə atası Hafiz Əsəd hakimiyyətə gəlmişdi. Onların artıq qalması və müxalifətin sıxışdırılıb kənara çıxarılması ona gətirib çıxartdı ki, hansısa bir qüvvə yoxdur ki, onu biz Suriyanın bir müxalifəti kimi biz tanıyaq. Əlbəttə, hansısa qruplar var və siz onun özünüz də şahidi oldunuz ki, xarici və Katar, Amerika Birləşmiş Ştatları, Avropa tərəfindən güclü təzyiqlər nəticəsində o Suriyanın müxalifəti adlanan bir dəstə, onlar birləşib hansısa bir vahid bir lideri, hələ o da şübhəli görsənilir. Amma bir insanı ortaya çıxartdılar ki, bəli, bax, budur bizim Bəşər Əsədə olan alternativ bir namizədimiz və yaxud hakimiyyətə iddialı olan bir siyasi qüvvə. Demək ki, İsrail Bəşər Əsədə və yaxud Suriyaya qarşıdır. Əlbəttə ki, müharibə şəraitindədirlər. Amma İsrailə kifayət qədər komfortludur bu hazırki vəziyyət. Çünki bir pat situasiyası var. Heç kəs müharibəni başlayamayacaq İsraillə Suriya tərəfdən, Bəşər Əsəd hakimiyyəti dövründə. Digər tərəfdən Misirdə götürək nümunə kimi, Misirdə də hakimiyyət dəyişdi və hakimiyyətə İslam qardaşları gəldi. Orada da indi də gedir o prosesə və İsrailə münasibət kəskin şəkildə dəyişdi. Yəni, sabahlar Suriyada da süni əhalinin çoxluğunu nəzərə alaraq İslamlaşma təhlükəsi var və həmin o müsəlman qardaşlarının bir qolunun Suriyada da kifayət qədər fəal olduğunu biz bilirik və onların hakimiyyətə gəlib İsrailə qarşı münasibətin kəskinləşdirilməsi kontekstinə baxmalıyıq bu məsələlərə. Yəni, bir çox məsələlər var, amma ümumi olaraq Suriyanın gələcəyi əlbəttə ki, yaxşı görsənmir. Çünki artıq vətəndaş müharibəsi kifayət qədər böyük zərər gətirib ölkəyə, bir dövlətçilik sisteminə böyük bir zərbə yetirilibdir. Çünki parlament yoxdur, təmsilçilik sistemi yoxdur. 69-cu ildən bu yana kütləvi etiraz bildirmək mümkün deyil. Hər şey nəzarətdədir. Yəni, bütün bu şəraitdə hansı nəslin, hansı qərar qəbul edilməsi kifayət qədər çətin bir məsələdir. Ona görə xarici müdaxilə hərbi olmasa da, amma dövlətin quruculuğunda mənə elə gəlir ki, Birləşmiş Millətlər Təşkilatı çox, belə deyək də, yaxşı olardı ki, onlar öz üzərinə götürməlidir. Heç olmasa ilk seçkinin keçirilməsi və Suriya xalqının bir təmsilçilik sistemi ilə hakimiyyətin formalaşdırılması. Qısa desək, qısa müddətli əlbəttə ki, vəziyyət dəyişməyəcək. Bəşər Əsədin hakimiyyəti və vətəndaş müharibəsi davam edəcəkdir. O
vaxta qədər ki, onu dəstəkləyən dövlətlər konkret olaraq o məsələnin kapitallaşdırılmasını o dərəcəyə çatdıracaqlar ki, sonra onu çox yaxşı, belə deyək də, amma çox belə sinik görsənir, amma ki, biz bunu qeyd etməliyik, satsınlar. Daha sonra o, əlbəttə ki, Suriyanın məsələsi, hakimiyyət məsələsi də orada hələ ki, mərhələlərlə davam edəcəkdir gərginlik. Aydın müəllim. Fərhad müəllimlə demək olar ki, razılaşıram. Mən də hesab edirəm ki, proses qısa zamanda başa çatmayacaq. Uzun müddət biz hələ hakimiyyət və müxalifət arasında qarşıdurmanın olmasını görəcək və Suriyanın Bəşər Əsəddən sonraki hakimiyyətini mən təqribi Misirdə gedən indiki proseslər kimi təsəvvür edirəm. Yəni, Suriyada da, Misirdə də cəmiyyət siyasi cəhətcə strukturlaşmayıb. Sonradan müstəqil qüvvələr yoxdur. Müstəqil şəkildə cəmiyyətin düşünmək üçün şərait yaradılmamışdır. Məsələn, Suriyada 1963-cü ildən fövqəladə rejim fəaliyyət göstərirdi. Heç bir ərəb ölkəsində yox idi. Səhv etmirəmsə, keçən il ləğv edildi. Və belə bir 63-cü ildə doğulan gəncin bugün artıq 49 yaşı var və bu həmin o rejimin mühitin yetirməsidir. Şübhəsiz ki, Suriya hakimiyyət dəyişikliyindən sonra hələ uzun müddət qarşıdurmalar, hakimiyyət dəyişiklikləri, mühafizəkar qüvvələrlə Avropa qüvvələr arasında qarşıdurma kifayət qədər olacaq. Amma bir şey aydındır ki, yeni bir Suriya olmalıdır və bu yeni Suriya artıq rejim dəyişmiş ölkələrdəki müəyyən elementləri götürə bilər, yeni bir formalar verə bilər və burada əlbəttə ki, böyük dövlətlərlə münasibət və onların maraqlarının qorunub və yaxud da imtina edilməsi də müəyyən qədər rol oynayacaq. Yeni Suriya Türkiyəsiz keçinə bilməyəcək. Mütləq Türkiyə ilə xüsusi münasibətlər olmalıdır. Rusiyanı tamamilə həmin bölgədən də çıxartmaq mümkün olmayacaq. Rusiya da nəzərə alınmalıdır. Hələ burada Avropa və Amerikanı demirik. Biz Hindistan, Malayziya, Çinin də maraqları müəyyən qədər orada var. Və bunların hamısı orada olmalı. Nəzər alsaq ki, eyni zamanda Suriya ümumi ərəb dünyasının bir hissəsidir. Və heç bir halda ümumi ərəb maraqlarından kənara da çıxıb. Və Suriyada hesab edirəm ki, mürəkkəb dövr, ancaq bu dəfə silahsız, zorsuz, amma siyasi müstəvidə mürəkkəb dövr hələ qabaqdadır. Biz Rusiya-Türkiyə münasibətlərindən danışırıq və hər iki ölkənin Azərbaycanla yaxın münasibətləri mövcuddur. Necə düşünürsünüz, Rusiya və Türkiyənin əməkdaşlığı, bir-biri ilə münasibətləri Dağlıq Qarabağ probleminin həllinə hər hansı bir köməklik göstərə bilərmi? Əlbəttə, Cənubi Qafqaz tarixən Rusiyanın və Türkiyənin mübarizə meydanı olubdur. Yəni, təxminən son iki əsr yarım dövründə. Amma biz bir şey deyə bilərik ki, əlbəttə ki, Cənubi Qafqaz kontekstində Rusiya ilə Türkiyənin maraqları hələ o qədər də uyğunlaşdırılmayıb bir-birinə. Çünki hər ölkə kifayət qədər bərabər şəraitindədir. Niyə görə? Türkiyənin Gürcüstan və Azərbaycanla yaxşı münasibəti var, Ermənistanla yoxdur. Rusiyanın Azərbaycan və Ermənistanla normal münasibətləri var, Gürcüstanla yoxdur. Yəni 2-1 hər bir ölkədə bu müşahidə olunur. İqtisadi baxımdan demək olar ki, eynidir vəziyyət, həm ticari dövriyyə ölkələr arasında, amma strateji baxımından Cənubi Qafqaz ölkələrinin hər ikisi və hətta deyərdim Ermənistan da öz gələcəyini qərbdə görür və qərb də əlbəttə ki, anlamda bu Avropa və Amerika Birləşmiş Ştatlarıdır, amma fiziki olaraq qərb Türkiyədir. Və ona görə bu münasibətlər Cənubi Qafqaz kontekstində hələ ki rəqabət var. Yəni, bu müşahidə olunur və hərbi bazaların Ermənistanda məhz Ermənistan-Türkiyə sərhədinin qorunmasında istifadə edilməsi də yaddan çıxartılmamalıdır. Amma digər tərəfdən mən inanıram ki, yaxın gələcəkdə də ola bilsin, bütün bu geosiyasi və geoiqtisadi layihələr artıq işə düşəndən sonra, artıq bu enerji məsələsi, kifayət qədər siyasiləşməsi aşağı düşəndən sonra Türkiyə-Rusiya münasibətləri bizim regionda pragmatik bir səviyyəyə getib çıxacaqdır. Çünki ən qısa yol Türkiyədən Rusiyaya məhz bu regiondan keçir. Digər tərəfdən Qara dənizin təhlükəsizliyi var. Ümumi təhlükə törədən məsələlər var ki, onlar buna görə öz maraqlarını birləşdirə bilərlər və mənə elə gəlir ki, Rəcəb Tayyip Ərdoğanın
2008-ci ildə Qafqazda təhlükəsizlik və sülh paktı bir 5 il, 10 ildən sonra kifayət qədər aktual məsələ olacaq. Çünki hər iki dövlət sərhədyanı bölgələri məhz bu regiondan asılı vəziyyətdədir. Yəni, həm Türkiyənin şərqi, həm Rusiyanın şimalı Qafqaz bölgəsi məhz Cənubi Qafqazın iqtisadi inkişafından asılı olan vəziyyətdədir. Digər tərəfdən buradan gedən təhlükələr, həm terrorizm təhlükəsi, həm ekstremizm təhlükəsi, həm separatizm təhlükəsi onların bu bölgələrinə ciddi şəkildə təsir göstərir. Yəni, bir çox məsələlər hansında ki, onlar uzlaşa bilərlər, onlar öz aktuallığını qaldıracaq. Amma o məsələlər hansında ki, onlar mübarizə şəraitində fəaliyyət göstərirlər, o mövzular öz əhəmiyyətini aşağı salacaq. Və məhz bu dövrdə biz Türkiyə ilə Rusiyanın bir 5 il, 10 ildən sonra daha pragmatik Cənubi Qafqazda münasibətlərinin şahid olacaq. Aydın müəllim. Mən hesab edirəm ki, bu iki dövlətin münasibətlərinin yaxşılaşması Dağlıq Qarabağ probleminin həllinə də çox müsbət təsir edə biləcək və edir də. Birinci, tərəflər mövqeyini kifayət qədər aydınlaşdıra bilir. İkinci, Rusiya Türkiyənin timsalında Azərbaycanın çox ciddi və nüfuzlu bir müdafiəçisini görür. Üçüncü, Rusiyada Ermənistanı forpost kimi görən müəyyən siyasi dairələr Türkiyənin Azərbaycanı müdafiə etməsi faktorunu ciddi surətdə nəzərə almalıdırlar və Qafqazda Azərbaycanın əleyhinə atdıqları addımları çox ehtiyatla planlaşdırmalıdırlar. Dördüncüsü isə şübhəsiz ki, bu münasibətlər biz burada yaddan çıxartdıq. Bugün Ermənistanın və erməni diasporunun millətçi qüvvələrinin çox böyük bir zərbədir. Çünki Ermənistan millətçi dairələri heç bir halda Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxşılaşmasını istəməzdilər. Və tarixən onların qurduğu plan darmadağın olur. Bu iki dövlətin yaxınlaşması əlbəttə ki, artıq Ermənistanın 15-ci il uydurma soyqırım iddiasına, Ermənistanın Türkiyəni Rusiya məkanına və Avropa məkanından kənarlaşdırmaq planına ciddi bir zərbə olur. İstənilən halda bu iki dövlətin yaxınlaşması iki dövlətin maraqlarının xeyrinədir, regionun xeyrinədir, dünyanın xeyrinədir. Konkret olaraq Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə də xeyli dərəcədə müsbət bir dəstəkdir. Bəs belə yaxınlaşmalar Azərbaycanın mövqeyi necə olmalıdır? Mən hesab edirəm ki, bu münasibətlərin yaşamasına Azərbaycan müsbət baxmalıdır. Cənab Prezidentimizin məşhur bir deyimi var, biz çox istərdik ki, dostlarımız da dost olsunlar və konkret nümunədə biz bunu görürük. Əsas istiqamətimiz odur ki, və Cənab Prezident bunu dəfələrlə qeyd edib ki, biz Azərbaycan böyük qüvvələrin mübarizə meydanı olmamalıdır. Biz əməkdaşlıq meydanı olmalıyıq. Və bu istiqamətdə də Azərbaycan hər zaman məntiqli və stabil mövqe sərgiləyibdir. Yəni, biz heç vaxt hansısa bir qüvvənin bir alətinə çevrilməmişik. Və bu müstəqil mövqe, Azərbaycan milli maraqlarına uyğun olan mövqe həm Rusiya, həm Türkiyə tərəfindən normal qarşılanır və sınaqdan da keçibdir. Və bu da çox düzgün və normal bir şeydir ki, bu sınaq olmalıydı. Və sınaqdan keçəndən sonra o mövqe artıq normal və təbii bir mövqe kimi qarşılanır. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Xatırladıram ki, bugünkü proqramda biz Rusiya Prezidentinin Türkiyə səfəri, iki ölkə arasındakı münasibətlər və hər iki ölkənin Suriya probleminə yanaşmasından danışdıq və siz millət vəkili Aydın Mirzəzadə ilə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun fikirləri ilə tanış oldunuz. Növbəti efir günündə görüşənə qədər salamat qalın.